Salam oğlaqlar, bu həftə həyatınızın ən böyük strateji dönüş nöqtəsidir. Duyğuları bir kənara qoyun, çünki qarşınızda sadəcə və sadəcə zirvəyə gedən o polad yol dayanır və bu dəfə heç bir tərəddüdə yeri yoxdur. Əziz, hər zaman intizamı, zəhməti və ciddiyyəti ilə tanınan, həyatın ağırlığını çiyinlərində sanki bir tac kimi daşıyan oğlaq bürcləri, xoş gördük sizi. Bilirəm ki, sizə oturun, dincəlin, hər şey öz yoluna düşəcək demək bir oğlağa ediləcək ən böyük haqsızlıqdır. Çünki siz bilirsiniz ki, hər şey öz başına buraxılanda sadəcə xaos yaranır. Siz nizamın, sistemin, təməlin memarlarısınız. 20-26 iyul tarixləri sizin üçün sadəcə bir təqvim həftəsi deyil, sözün əsl mənasında ilin ən kritik, ən həlledici, ən çox gəlir gətirən dövrlərindən biridir. Kainat bu həftə sizə hazırsanmı, deyə soruşur, çünki qarşınıza elə bir qapı açılacaq, elə bir maliyyə fürsəti çıxacaq ki, ona giriş etmək üçün həyatınızın son illərində topladığınız bütün o təcrübəni, bütün o çətinliklərlə bərkimiş iradəni ortaya qoymalı olacaqsınız. Sizin rəqibləriniz bəlkə də daha şanslı, bəlkə də daha çevik görünə bilərlər, amma unutmayın ki, yarışın əvvəlində deyil, sonunda kimin ayaqda qaldığı vacibdir. Və o, məhz sizsiniz. İyulun 20-si və 21-i həftəyə elə bir sürətlə, elə bir dəmir intizamla başlayacaqsınız ki, ətrafınızdakı insanlar belə sizin bu enerjinizdən bir qədər ürkəcəklər. Ofisdə, biznes mühitində kimsə sizin işinizi bölməyə, haqqınızı yeməyə cəhd edə bilər, onlara baxıb gülümsəyin, çünki sizin qazanacağınız nəticə onların bütün cəhdlərini bir saniyədə yox edəcək qədər güclü olacaq. Oğlaqlar, sizin ən böyük silahınız səbrinizdir, amma bu həftə səbri tənbəlliklə qarışdırmayın. Səbr düzgün anı gözləməkdir, anı gəldikdə isə o fürsəti boğazından tutub özünə çəkməkdir. İyulun 22-si və 23 ərəfələrində pul evinizdə Saturnun dəstəyi ilə çox ciddi bir hərəkətlilik yaşanacaq. Uzun müddətdir gözlədiyiniz, bəlkə də tamamilə ümidinizi kəsdiyiniz o böyük maliyyə daxil olmaları, imzaladığınız müqavilələrin gətirdiyi qazanc sizi çoxdan arzuladığınız o lüks, rahat və heç kimdən asılı olmadığınız həyata bir addım da yaxınlaşdıracaq. Lakin diqqətli olun, oğlaqlar, sizin ən böyük zəifliyiniz bəzən əlinizə keçən vəsaiti dərhal yenidən riskə atmaq, daha çoxunu istəyirəm deyib sərhədləri aşmaqdır. Bu həftə yatırımlarınızda çox ciddi, çox soyuq və hesablanmış qərarlar verin. Duyğularınızı, o qəfil alovlanan qazanc ehtirasınızı tamamilə söndürün, qoy rəqəmlər, qrafiklər və reallıq danışsın. Hər bir qəpiyin hesabatını aparın, çünki bu sadəcə pul yox, bu sizin azadlığınızın və gələcək imperiyanızın təməl daşıdır. Ətrafınızdakı insanlar bəlkə də sizin bu ciddiyyətinizi, pul qazanmağa olan bu fanatik bağlılığınızı başa düşməyəcək, sizi soyuq və ya həyatın ləzzətini bilməyən biri kimi damğalayacaqlar. Qoy desinlər. Sizin hədəfiniz kütlənin rəyi deyil, kütlənin fövqündə duran o zirvədir. Həftənin ortalarına doğru, xüsusən də cümə axşamı, münasibətlərinizdə biraz gərginlik hiss oluna bilər. Partnyorunuz, ailə üzvləriniz və ya dostlarınız sizin daim işdə, planlarda, maliyyə hesablamalarında olmağınızdan şikayətlənə bilərlər. Onlara bir dəfə, amma çox aydın izah edin, siz bu qədər gərgin çalışırsınız ki, nəinki özünüz, həm də onlar üçün gələcəkdə daha rahat, daha firavan bir həyat qurasınız. Əgər sizi anlamaq istəmirlərsə, bu onların problemidir, sizin deyil. Siz bir körpü qurursunuz, o körpüdən keçmək üçün isə təməllərin möhkəm olması lazımdır. Subay oğlaqlar üçün isə bu həftə münasibətlərdə çox ciddi bir sınaq dövrüdür. Sizə sadəcə qəlbinizi əyləndirəcək yox, sizin o ağır, məsuliyyətli xarakterinizi daşıya biləcək, uğur yolunda sizə sarsılmaz bir dayaq, bir güc ortağı ola biləcək insan lazımdır. Yüngül, məsuliyyətsiz və hər şeyə çox rahat yanaşan insanları həyatınızdan uzaqlaşdırın, çünki onlar sizin uçuşunuza mane olan ballastlardır. Siz onsuz da tək başına zirvəyə çıxmağı bacarırsınız, amma yanınızda sizinlə eyni tempdə, eyni ciddiyyətlə addımlayan biri olsa, bu yol həm daha sürətli, həm də daha zövqlü olar. Həftə sonuna 25-26 iyul tarixlərinə yaxınlaşdıqca özünüzə biraz vaxt ayırmağı, bədəninizi və zehninizi yeniləməyi unutmayın. Sizin bədəniniz çox möhkəmdir, lakin o da bir maşın kimidir və ona vaxtında baxım etmək lazımdır. Sümüklərinizə, dişlərinizə və diz oynaqlarına xüsusi diqqət yetirin, bu sahələrdə yaranan ağrılar əslində sizin o daim dik durmaq, heç kəsə boyun əyməmək üçün gərginləşdirdiyiniz bədəninizin birbaşa siqnalıdır. Mümkünsə təbiətə çıxın, dağlara, yüksək yerlərə gedin, çünki Oğlaq bürcünün enerjisi məhz yüksəkliklərdə, qayalıqlarda, təmiz və soyuq havada bərpa olunur. Orada, o zirvədə, şəhərin səs-küyündən uzaqda oturub gələcək illərin vizyonunu cızın.
Unutmayın ki sizin həyatdakı missiyanız sadəcə ayaqda qalmaq deyil, hər kəsin çatmağa qorxduğu, çatmağı belə ağlına gətirmədiyi o ən yüksək zirvəyə bayrağınızı sancmaqdır. Sizə verilən bu qabiliyyətlər, bu polad iradə, bu bitməz tükənməz dözümlülük boşuna deyil, siz kainatın nizamını, intizamını yer üzündə təmsil edən xüsusi bir enerji daşıyıcısınız. İndi əlinizə keçən bu maliyyə fürsətlərini bir oyun kimi yox, bir strateji savaş kimi idarə edin. Hər addımınız zərgər dəqiqliyi ilə, hər qərarınız elmi əsaslarla verilməlidir. İnsanların sizə bu qədər də çətin deyil, biraz boşal deməsinə qətiyyən fikir verməyin, çünki onlar zirvəyə çıxmağın necə böyük bir konsentrasiya tələb etdiyini anlamırlar. Siz anlaya bilərsiniz. Məhz siz oğlaqlarsınız. İllərdir özünüzü sübut etmək üçün vuruşdunuz, indi isə sübut etməyin vaxtı bitdi, indi artıq idarə etməyin, hökmranlıq etməyin zamanıdır. Güzgünün qarşısına keçin və o ciddiyyətlə, o polad baxışlarla özünüzə xatırladın. Siz bu dünyaya qulluq etməyə deyil, bu dünyanı öz intizamınızla, öz zəhmətinizlə yenidən qurmağa gəlmisiniz. Heç bir kədər, heç bir maddi çatışmazlıq, heç bir insani münasibət sizin o böyük hədəfinizdən, o qızıl zirvənizdən sizi yayındıra bilməz. Bu həftə hər şey, hər bir detal, hər bir təsadüfi görüş sizin maliyyə yüksəlişinizə xidmət edir. Sadəcə diqqətli olun, fürsətləri tanıdın və onları zəncirləyib öz tərəfinizə çəkin. Həyatınızın sükanı tam olaraq sizin əllərinizdədir və o sükanı necə çevirəcəyiniz, hansı limana yan alacağınız tamamilə sizin bu həftə qəbul edəcəyiniz qərarlardan asılıdır. İntizamınız sizin silahınız, zəhmətiniz sizin qalxanınızdır. İndi gedin və o zirvədə yerinizi möhkəmlədin, çünki orası məhz sizin üçün yaradılıb. Sizin həyatınız bir memarlıq əsəridir və bu həftə o əsərin ən parlaq, ən bahalı daşlarını yerinə qoyursunuz. Kimsə sizin sürətinizi tənqid edə bilər, amma unutmayın ki, tısbağa dovşanı keçəndə bu, onun daha sürətli olduğundan deyil, daha məqsədyönlü olduğundan baş verdi. Siz həm sürətli, həm də məqsədyönlüsünüz. Hər bir qərarınızın arxasında durun. Şübhə sizin üçün deyil. İnsanların yoxlarına hər deyəcək qədər güclü, gələ bilməzsən dediklərinə qapını sındırıb girəcək qədər cəsarətli olun. Bu həftə özünüzə yatıracağınız ən böyük investisiya məhz öz iradənizə olan inamınızdır. Ətrafdakıların gözündəki o təəccüb, bəlkə də qısqanclıq sizin qurduğunuz o böyük binanın ilk mərtəbələrinin yüksəlişidir. Sizdən daha nə istəyirlər? Sizin uğurunuz əslində onların da həyatına bir nizam gətirir. Sadəcə bu dəfə heç kimə əl tutmaq məcburiyyətində deyilsiniz. İlk növbədə özünüzü, öz maliyyə və mənəvi azadlığınızı təmin edin. Qalan hər şey, bütün o xırda detallar zamanı gələndə öz yerini tapacaq. Siz artıq zirvəyə gedən yolun yarısını keçmisiniz və bu həftə o yolun ən dik, ən çətin, amma mənzərəsi ən möhtəşəm olan hissəsini qət edirsiniz. Nəfəsinizi dərindən alın, ayaqqabılarınızı möhkəmlədin və bir an belə arxaya baxmadan o zirvəyə doğru irəliləyin, çünki orada sizi gözləyən mənzərə, bütün bu keçdiyiniz əzabların, çəkdiyiniz bütün o zəhmətlərin ən böyük mükafatı olacaq. Unutmayın, oğlaqlar, kainatın ən sarsılmaz qanunu budur, zəhmət çəkən qazanır, intizamlı olan idarə edir. Və bu həftə siz hər ikisini də edirsiniz. Zirvə sizinlə gözəlləşir, oğlaqlar, polad iradənizlə bu həftənin hər saatını zəfərə çevirin və dünyaya kimin hökmranlıq etdiyini göstərin.